Azərbaycan əlifbasında neçə hərf var? 2. Neçə səs var? Səsin hərfdən fərqi nədir? Səslər deyirik və eşit, hərflər yazılır və görülür. Fonetika bölməsində nələri keçirik? Fonetika bölməsində danışıq səsləri, vurur, hecə, ahət qanunu. Danışıq səsləri yazılan nə ilə işarə olunur? Hərflər. Səslər neçə yerə bölünür? 2 yerə. Hansılardır? Sayılır, samitlər. Saitin samitdən fərqi nədir? Saitlər ağız boşluğu olan maneələrə rast gəlmir, uzanır. Samir isə ağız boşluğu olan maneələrə rast gəlir, uzanır. Aha, yaxşı. Neçə saitimiz var? Neçə samit var? Sən mənə dodaqlanan saitləri say. A, Ə, U, Ü. İndi mənə qapalı saitləri say. U, Ü, U, Ü. Yaxşı. Ahət qanunu nəyə deyilir? Ahət qanunu sözlə yalnız və yalnız inci sayt işlərsə və yalnız və yalnız qalan sayt işlənərsə ahət qanunu adlanır. Mənə bir söz deyil, ahət qanuna tabe olmasın. Kitab. Yaxşı. Başqasını da deyə bilərsənmi? Nurani. Nurani. Oldu, yaxşı. Bu sözdə həm qalın, həm incə sait olduğu üçün ahət qanuna tabe deyil. Samitlər neçə yerə bölünür? 2 yerə. Hansılardır? Çay və cingiltir sayt. İsim varlığın nəyini bildirir? Adını. İsim haqqında nələri öyrənmişik? Nələr deyə bilərsən? İsim varlığın adını bildirir. Kimlə, hara suallarına birinə cavab verir. Sonra. Konkret və mücərrəb isimlər olur. Təkdə və cəmdə ola bilir. Ümumi və xüsusi ola bilir. İsimlər toplu olur. Sən mənə bir neçə toplu isim deyə bilərsənmi? Toplu isimlər əhali, ilxım, sürü, cəmaət. Yaxşı. Sən mənə bir xüsusi isim de. Xüsusi isim Bakı, Gəncə, Qarabağ. Oldu, yaxşı. İndi mənə konkret isim de. Konkret, Hansı isimlərə konkret isimlər deyilir? gözlə gördüyümüz və əllə toxunduğumuz isimlərə konkret isimlər deyilir. Məsələn, bir konkret isim de görüm. Masa, bayraq, üstü. Oldu, yaxşı. İndi mənə mücərrət isim de. Mücərrət isim gözlə görünməyən və əllə toxuna bilmir. Məsələn. Məsələn, xəyal, arzu, niyyət. Oldu, yaxşı. Bəs varlığın əlamətini bildirən sözlərə nə deyirik? Sifət. Sifətin suallarını de. Necə, nəcür, hansı? Sifət varlığın nəyini bildirir? Keyfiyyətini, Və əlamətini. deməli, sifət varlığın əlamətini və keyfiyyətini bildirir. İndi sən mənə bir dənə əlamət bildirən sifət de. Qırmızı, sarı, hündür, Oldu. alçaq. İndi mənə keyfiyyət bildirən sifət de. Duzlu, duzsuz, acı, şirin. Oldu, yaxşı. Sən indi mənə forma bildirən bir sifət de. Yumru, əyri, uzunsuz, Oldu, yaxşı. Hərəkət bildirən sözlərə nə deyirik? feil. Feilin sualları. Nə etdi, nə idi, nə edəcək? Feilin neçə zamanı var? 3. Hansılardır? Keçmiş, indisi, gələcək. Oxumaq feilini keçmişdə, indi və gələcəkdə işlət. Keçmişdə oxudu, indiki zamanda oxuyur, gələcək zamanda isə oxuyacaq. Oxuyacaq. Ay, sağ ol. Yaxşı. İndi sən mənə də görüm, sözün tərkibi neçə hissədən ibarətdir? 2. Hansıdır? Kök və şəkilçi. Aha. Kök nə bildirir? Sözün kökü. Ayrılıqda işlənə bilir, şəkilçi isə ayrılıqda işlənə bilmir. Zəhmətkeş sözünü kök və şəkilçiyə ayıra bilərsənmi? Zəhmət sözün kökü, keş, şəkilçi. Aha, keş isə şəkilçi. Yaxşı. Söz quruluşuna görə neçə cür olur? 3 cür. Hansılardır? Saitdə cəhmə mürəkkəb. Bir dənə sadə sözdür. Bayraq. Olsun. İndi bayraq sözünə bir şəkilçi əlavə et. Leksik şəkilçi. Düzəltmə söz alınsın. Bayraqdar. Bayraqdar, bəli. İndi mənə mürəkkəb sözlərdir. Ayaqqabı, Qarabağ, Ağdam. Yaxşı. Davam eləyək. Bizim neçə cür lüğətimiz var? 3 cür. Hansılardır? Orfoqrafiya, orfoepiya, izahlıq. İzah edə bilərsənmi onların mahiyyətini? Orfoqrafiya nəyi bildirir? Özündə nəyi əks etdirir? Orfoqrafiya sözün düzgün yazılışı, orfoepiya sözün düzgün deyilişi, izahlıq lüğət isə izah edir. Mənasını bizə izah edir. Yaxşı, məqsədinə görə cümlənin neçə növü var? 4. Hansılardır? Əmir, nida,
dili saltımız. Aha. Nəqli cümləsinin məqsədi nədir? Məlumat verir. Bəs sonunda hansı işarə qoyulur? Nöqtə. Sual cümləsinin məqsədi nədir? Bizə məlumat alır. Sonunda nə işarəsi qoyulur? Sual. Bəs nida cümləsinin məqsədi nədir? Siz həyəcan bilir, qorxu. Sən mənə bir nida cümləsi deyə. Yaşasın Azərbaycan. Qoy hər şey sülh olsun. Olar. Başqasına deyə bilərsən? Araman böcək. Olar. Ay aman, böcək, böcək. Deyə bilərsən. Yaxşı. Sən mənə indi nəqli cümlə de. Məlumat versin bizə. Bugün xəbər başlayacaq. Gəl birlikdə baxaq. Başqasını deyin. Bugün hava çox soyuqdur. Başqasını da deyə bilərsənmi? Bugün əlim məktəbə gəlməmiş. Olar. Yaxşı, davam eləyək. Müraciət bildirən sözlərə nə deyirik? Xitab. Xitab cümlədə sözlərdən nə ilə ayrılır? Vergüllər. Vergüllə ayrılır. Bir cümlədə orada xitab olsun. Müraciət olsun. Müraciət bildirən söz olsun. Buyur. Aysel, bugün bizə gələ bilərsən? Bu cümlədə müraciət bildirən söz hansı sözdür? Aysel. Aysel. Yaxşı. İndi isə keçək riyaziyyata. Riyaziyyatdan komponentləri say. Toplamanın komponentləri. Toplanan cəm. Çıxmanın, Azalan, çıxılan fərq. vurmanın komponentləri. Vuruq, hasil. Aha. Bəs bölmənin komponentləri. Bölünən, bölən, qismət. Oldu. Məhsul toplananı tapmaq üçün nə etmək lazımdır? Cəmdən məlum olanı çıxırır. Aha. Məhsul azalanı tapmaq üçün nə etmək lazımdır? Fərqin üzərinə çıxılanı gəlir. Yaxşı. Məhsul çıxılanı tapmaq üçün nə etmək lazımdır? Azalanla fərqi çıxırsa. 1 santimetrimiz neçə millimetrdir? 10. 1 desimetrim neçə santimetrdir? 10. Yaxşı. Bəs 1 desimetrdə neçə millimetr var? 100. Oldu. 1 metrim neçə desimetrdir? 10. 1 metr neçə santimetrdir? 100. Neçə millimetrdir? 1000. Aha, yaxşı. 1 saatımız neçə dəqiqədir? 60. Yarım saatımız neçə dəqiqədir? 30. 30. Sonra bir görüm həndəsi fiqurlar neçə yerə bölünür? 2. Hansılardır? Fəzəl fiqura, müstəqil fiqurları. Fəza fiqurları, müstəvi fiqurları. Mənə bir neçə müstəvi fiquru deyə bilərsənmi? Düz bucaqlı, üç bucaq, kvadrat, İndi isə fəza fiqurlarını say. kub, boyut, kürə, silindr, konus, Aydındır, yaxşı. Kubun neçə üzü, neçə teli, neçə təpəsi var? 6 üzü, 8 təpəsi, 12 tiri. Aydındır, düzdür. Yaxşı. Yaxşı, sən mənə de görüm ki, 4 bucaqlı piramidanın neçə üzü var? 5 üzü, 4 bucaqlı piramidanın 5 üzü var. Yaxşı. Kürənin neçə təpəsi, neçə teli var? onun tili, üzü, təpəsi yoxdur. Afərin qızıma. Yoxdur. İndi isə keçək vurmaya. 6 dəfə 8-im. 48, 7 dəfə 3-üm. 21, 8 dəfə 4-üm. 32, 9 dəfə 6-ım. 54, 7 dəfə 8-im. 56, 7 dəfə 9-um. 63, 72 böl 8. 9, 81 böl 9. 9, 9. Yaxşı. 36 böl 4. 9, 24 böl 6. 4, Yaxşı. Hansı bucaqları tanıyırsan Nüranə? İti bucaq, kör bucaq, düz bucaq, açıq bucaq, Düz bucaq neçə dərəcədir? 90, 90 dərəcə. Bəs açıq bucaq neçə dərəcədir? 180. Hansı bucaqlara iti bucaq deyirik? Düz bucaqdan kiçik olanlara. Hansı bucaqlara kör bucaq deyirik? Düz bucaqdan böyük, açıq bucaqdan isə kiçik olanlara. Yaxşı Nüranə, bu qədər bəsdir. Sağ ol, təşəkkür edirəm. Bütün suallarımıza cavab verdin.